Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 150-200 metr məsafədə qapının ağzına qədər asfalt olan ərazidə, hörmətli izləyicilər, demək, 3 sotun içində 2 mərtəbələ manatla inşa olunmuş, gözəl, üzü ağlaylı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, demək, nəzərinizə çatdırıram, ev yaşayışlı evdir, içi dolu əşyalı satılır, müəyyən bəzi əşyalar götürüləcək, özü əşyalar da hamısı bahalı əşyalardır, elektrondan tutmuş mebellərə qədər bahalı əşyalardır. Gördüyünüz kimi bu evin xarici görünüşüdür, bura həyət yanı sahəsidir. Demək, gördüyünüz kimi həyətə bir 200 maşın rahat daxil ola bilər. Həyətində ayrıca besetkası, yəni yayda zətdə oturmaq üçün, istirahət üçün ev sahibi belə bir besetka yaradıb. Evin yan tərəfləri açıqdır. Gördüyünüz kimi burada bax belə yaşıllıq salmaq üçün ev sahibi belə ağac açıb. Demək, hörmətli izləyicilər, bu hissəsi də bax qupquru yerdir. Bax bu ərazidə qurudur. Bu bir dənə zirzəmi təmiz göstərib, ərazi cəhətdən çox quru yerdir. Baxın, bax belə görürsünüz. Həm də artıq əşyaları yığıblar, balonlar zaten. Bax görürsünüz. Yəni həm də ev monolitdir. Baxın. Bunu nəzərdə çatdırım. Keçən də evin, hörmətli izləyicilər, əsas hissi ilə tanış olaq. Həyəti ilə tanış olduq. Həyət yanı sahəsində genişlik görürsünüz ki, hörmətli izləyicilər. Qapının ağzına qədər düz asfaltdır. Özü də küçə bir özünə eyni küçədir. 10 metr olar. Bu bir dənə küçəni də sizə göstərim. Bir dənə küçəni göstərmək sizə. Küçənin bir dənə, baxın, küçənin genişliyinə. Qapının ağzına qədər asfaltdır. Keçən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Qalxırıq yuxarı. Qalxan kimi 2 metrdən çox dəhlizin eni. Evdə təmiri vəziyyətdədir, yaşayışlı evdir, təmirində problem yoxdur. Nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, evin təmiri ideal vəziyyətdədir. İndi kim gəlib alsa, istəsə aboyları zövqünə görə dəyişə bilər, amma evin həqiqətən təmirində elə problem yoxdur. Sağa girən kim bura? Mətbəxdir, döşəməsi istifoldur. Baba, əşyalar evin içində qalıb. Hamısı bahalı elə bir mebellər, demək, elektroniklərdir, mebellərdir. Hamısı demək olar, bəzi müəyyən əşyalar götürüləcək, bunu nəzərinizə çatdırın. Ev həqiqətən genişdir. Zalına baxın bir dənə. 40 kvadrat. 4-ün 10 metriyə. 40 kvadrat qonaq otaqdır. Lüstrlardır, bahalı lüstrlardır. Hamısı nəzərinizə çatdırın. Mebellərdir, bahalı mebellərdir. Televizorlardır, ayrıca hamısı çox bahalı televizorlardır. Yəni bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər, xəbəriniz olsun. Aşağıda burada bir 16 kvadratlı, 4-ün 4-ə. Ev əşyalı satılır. Əşyalı mən qiymət deyəcəm sizə. Əşyasız ayrıca qiymət deyəcəm sizə yenə. Hələ yenə də əşyasız, əşyalı, yəni evin qiymətinə görə, mebellərinə görə yaxşı qiymət deyir. Demək, bu otaq da, demək olar, böyük otaqdır. Yaşlı adamların aşağıda istirahət üçün, yatıb durmaq üçün əlverişli bir otaqdır. Burada bir şkaf qoyublar. Burada sanuzel hissəsi. Sanuzel də çox genişli, ürək açandır. Yuxarılar asma tavandan yığılıb. Moydatırızda da hamısı qoyulub. Gördüyünüz kimi də hamamın genişliyi göz qabağında. Hörmətli izləyicilər, demək, aşağı ilə tanış olduq. Bir zal, bir yataq otağı, mətbəx, bir sanuzel. İndi qalxalım yuxarıdakı ikinci mərtəbənin otaqlarla tanış olaq, hörmətli izləyicilər. Yəni, indi mən sizə hamısını sizin nəzərinizə çatdıracam. Qalxırıq buradan yuxarı ikinci mərtəbəyə, hörmətli izləyicilər. Bax, pləkanı da monolitdir. Bunu nəzərinizə çatdırın. Qalxan kimi. İkinci mərtəbədə 4 dədə otaq buradadır. Təmirlər də gördüyünüz kimi yuxarılar, tavanları hamısı çəkirəm. Bütün otaqlar qaydasındadır. Qapılar da özü bahalı qapılardandır. Keçən də birinci sanuzel ilə tanış olaq, sonra otaqlarla tanış olarıq. Bax, burada sanuzel. İkinci mərtəbənin sanuzelidir. Yuxarılar yenə asma tavandan yığılıb, istifoldur, hamısı qaydasındadır. Keçən bu otaqla tanış olaq.
Burada bir yataq otağı, 4'ün 4'ü. Otaqlar genişdir həqiqətən. 3 sotun içindədir. Evdə 253 kvadratdır. Nəzərinizə çatdırım. Bir otaqdan tanış olduq. Kəsirik. Bu otaqdan tanış olaq. Bura vahşi böyük otaqdır. 4'ün ardası 6'ya 24 kvadratlı bir otaqdır. Mebellərdə görürsünüz, hər otaqda da demək olar mebellər rahat var. Fikir verin hörmətli izləyicilər. Sonra sonda burada bir də ayrıca yataq otağının içində də ayrıca bir dənə sanuzel var. Görürsünüz hörmətli izləyicilər. Buranın da təmiri qaydasında hər şey, yəni səviyyəli, səliqəli formadadır. Ev həqiqətən həm özü səliqəlidir, həm mebelləri bahalı mebellərdir. Bunu nəzərinizə çatdırım ki, hörmətli izləyicilər. Yəni evdə problem yoxdur, nə mebellərində, nə təmirində. Evdə ara mərtəbəsində monolitdir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Bu xaladenikdə qalacaq, aşağıdaş xaladenikdə qalacaq. Amma bu xaladeni götürəcək sahibi. Bunu bəri başdan deyim, nə götürəcək deyəcək. Nəzərdə çatdırma, burada da bir dənə 4'ün 5'ə geniş bir yataq otağıdır. Otaqları genişdir, ürək açandır, əlverişlidir. Hörmətli izləyicilər, baxın bax. Burada da bir dənə belə bir yataq otağıdır, 4'ün 5'ə 20 kvadrat. Mebellərdə, yəni baxın, yəni səviyyəli mebellərdir. Keçirik. Burada bir ən axırıncı 4'cü otaqdır. Bu ev sahibi demək olar əşyaların zadını yığıblar belə. Baxırsınız, yəni ev amma təmir qaydasındadır. Bu da hardasa 14-15 kvadrat olar. Buranın da təmir qaydasında. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında bütün nə varsa çəkdim, təqdimatda göstərdim. Ev, yenə qeyd edirəm, 92-170 marşrutlarından 150-200 metr qapının ağzına qədər asfalt küçədə yerləşir, küçəsi genişdir, əlverişlidir, sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir, kupça almaq üçün əlverişlidir. Yəni elə bir problemi yoxdur, arxiv varsa o sənədin problemi yoxdur. Demək, kimlərsə evini satmaq istəyirsə 055-389-38-08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamımızı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz. Hörmətli izləyicilər, zəng vuran zaman mütləq kodları götürün. Evin qiyməti içi dolu, əşyalı 285 min start qiymətdir. Demək, içi boş 265 min. Yəni start qiymətdir. Real olacaqsa endirmə olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Heç də demirəm, elə elektroniklərin qiymətləri elə bir 20 minə yaxındır. Yəni mən bunu sizdə hələ başqa mebellər demirəm. Yəni elektroniklərdə hələ bahalı elektroniklərdə bunu da nəzərinizə çatdırım. 285 min start qiymət içi dolu, 265 min içi boş. Start qiymətdir. Real olacaqsa endirmə birbaşa yenə deyirəm, sahibi ilə danışacaqsınız. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.